Salam. Bugün CSS nədir? CSS-i öz saytımıza necə inteqrasiya edə bilərik, bunu öyrənəcəyik. CSS bizim saytımıza əlavə etdiyimiz bir vasitədir ki, hansı ki biz bunun vasitəsilə öz saytımızın dizaynını təkmilləşdirə və yaxud da saytımıza müxtəlif animasiya yarada bilərik. CSS vasitəsilə biz saytımızın vizualını daha da təkmilləşdirib onu daha gözəl hala sala bilərik. Gəlin baxaq CSS-i öz saytımıza necə inteqrasiya edə bilərik. Bunun üçün bizim 3 yolumuz var. Birinci yolumuz external CSS-dir. Yəni biz ayrıca .css uzantılı bir fayl yaradıb, bunun içərisində yazdığımız kodları daha sonradan HTML səhifəmizə inteqrasiya edə bilərik. Gəlin baxaq. Burada sadə bir HTML strukturumuz var. Gördüyümüz kimi arxa fonu ağ, yazılar isə qara rəngdədir. Mən external CSS faylimdə yazdığım kodu index.html-imi inteqrasiya etmək üçün head tagının daxilinə gəlib link yazıram və taba klikləyirəm. O zaman gördüyünüz kimi özü mənim üçün doldu və yalnız bura referans ediləcək faylı mənə buraxır. Mən isə bura CSS faylimin tam adını yazıram və yazdıqdan sonra görürəm ki, CSS-də yazdığım dəyişikliklər mənim saytıma inteqrasiya olundu. Yəni body o deməkdir ki, bütün HTML-in əsas gövdəsi arxa plan rəngi qara olur, yazıların fontu isə ağ olur. Bunu belə görə bilərik. Digər bir üsulumuz internal CSS-dir. Gəlin onu yazmaq üçün ilk öncə bu linki silək, saytımız əvvəlki halına qayıtsın. Internal CSS yazmaq üçün biz head tagın içərisinə daxil olub style tagını yazırıq. Və style tagın içərisində yazdığımız bütün dəyişikliklər bizim saytımıza inteqrasiya olunmuş olur. Gəlin bayaq kimi body tagını body yazaq. Daxilinə background color black və font rəngini isə white olaraq təyin edək. Saytımıza baxdıqda görərik ki, yenidən arxa plan rəngimiz qara, fontumuzun rəngi isə ağ olmuşdur. Üçüncü və ən sonuncu inteqrasiya üsulumuz isə inline CSS-dir. Adından bəlli olduğu kimi biz dəyişiklik etmək istədiyimiz elementin daxilində ona icazə verə bilərik. Məsələn üçün, mən istəyirəm ki, yalnızca Pixel Academy yazısı qırmızı rəngdə olsun. Bunun üçün mən tag daxilində style yazıram və dəyişiklik etmək istədiyim xüsusiyyəti bildirirəm. Color red. Artıq belə yazdıqda görə bilərik ki, həmin sözümüz qırmızı rəngə çevrilmişdir. Style CSS-i biz yazan zaman selektorlardan istifadə edirik. Və bu selektorları biz inline CSS-i istifadə etməsək də external və ya internal CSS-də hər zaman istifadə edirik. Gəlin selektorların nə olduğuna qısaca nəzər yetirək. Gördüyümüz kimi biz burada etdiyimiz dəyişiklikləri body'yə aid etmişik. Yəni body bildiyimiz kimi bizim HTML-imizin bütün vizualının yerləşdiyi tagdır və mənim body'yə verdiyim bütün dəyişikliklər onun daxilində olan bütün child elementlərə aid olmuş olur. Və selektorların başqa hansı növləri var? Selektorları biz taglar, ID-lər və classlar vasitəsilə təyin edə bilərik. Burada gördüyümüz CSS tanıtma üsulu taglar vasitəsilə tanıtmaya aiddir. Gəlin indi ID-yə bir nümunə yazaq. Bunun üçün gələk bura bir ID verək. Olsun, məsələn, kurs ID-si. P-yə isə class verək. Məsələn, text klassı, həmçinin digər P tagına da eyni klassı verək. Mən indi istəyirəm ki, H1 tagıma aid olduğu bu söz qırmızı rəngdə, digərləri isə yaşıl rəngdə olsun. Bunun üçün mən nə edirəm? İlk öncə baxıram. Həmin H1 tagımın ID-si var. Kurs. Onun üçün style CSS-də S işarəsi qoyub ID-mi yazıram və etmək istədiyim dəyişikliyi ona bildirirəm. Məsələn, color red. Artıq bu zaman mənim CSS-im index.html-də kurs ID-sinə sahib olan elementi tapır və onun rəngini qırmızıya dəyişdirir. Və burada mənim artıq selektorum hər hansı bir tag deyil, bir ID olmuş olur. Klasa isə nümunə verək.
Gördüyümüz kimi burada hər iki P taqına text adlı bir class vermişik. Bunun üçün CSS-də .class name yazaraq həmin klasa sahib olan bütün elementləri seçmiş oluruq. Və burada belə bir dəyişikliyi versək, text klassına malik olan bütün elementlərin rəngi yaşıla çevrilmiş olacaq. Bu isə class selector adlanır. Nəticədə bugün nə öyrənmiş olduq? Biz CSS-i HTML-imizə inteqrasiya etmək üçün 3 müxtəlif yolu öyrəndik. Həmçinin external CSS-də və ya internal CSS-də yaza biləcəyimiz zaman istifadə edəcəyimiz selektorların növlərini, yəni element, ID və class tiplərini öyrənmiş olduq.